İnsana verilən ən böyük nemətlərdən biri dildir. Dil düzgün istifadə edildikdə xeyir qapılarını açar. Yanlış istifadə edildikdə isə qəlbləri sındırar, münasibətləri dağıdar, insanı günaha sürükləyər. İslam əxlaqı dili qorumağa xüsusi əhəmiyyət verir. Çünki bir söz bəzən illərin əməlini puça çıxara bilər. Dilinlə əziyyət etmək təkcə söyüş və təhqir deyil. Kimsəni lağlağı ilə alçaltmaq əziyyətdir. Qəlb qıran sözlər demək, haqq bildiyini kobud və sərt söyləmək, qeybət etmək, böhtan atmaq, danışaraq fitnə salmaq, sözlə özünü üstün göstərmək, bunlar hamısı dilinlə insanlara əziyyət etməkdir. Hətta bəzən insan zarafat etdim deyə özünü rahatladır, amma o zarafat bir qəlbi sındırmış ola bilər. Yara sağalar, amma qırılmış qəlb bəzən illərlə sızlayar. Dillə edilən zülm, əllə ediləndən daha dərin təsir buraxa bilər. Uca Allah buyurur, وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنْزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلْإِنسَانِ عَدُوًّا مُبِينًا İsra surəsi 53-cü ayət. Bu ayə göstərir ki, doğru söz belə gözəl üslubla deyilməlidir. Haqqı söyləmək icazəlidir, amma qıraraq yox. Rəsulullah sallallahu aleyhi və səlləm heç vaxt kobud danışmazdı. Qəlb qırmaqdan çox çəkinərdi. Onun sükutu danışığından daha çox idi. O bizə belə buyurmuşdur. Kim Allaha və axirət gününə iman edirsə, ya xeyir danışsın, ya da sussun. Dili qorumaq iman əlamətidir. Dilini qoruyan qəlbini qoruyar. Qəlbini qoruyan isə imanını qoruyar. İmanını qoruyan isə Allahın himayəsində olar. Ona görə də çalış, dilinlə insanlara əziyyət etmə. Bəlkə sən dediyini unudarsan, amma qarşı tərəf o sözü illərlə unutmaz. Bir sözünlə qəlb sındırmaqdansa, bir sükutunla savab qazan. Unutma, cəhənnəmə aparan yolların çoxu dillə atılan addımlardır. Allah bizi dilini qoruyan, qəlb qırmaqdan çəkinən qullarından etsin. Allahümmə, əmin.